İrəvanın Zvarnovs hava limanında Ermənistanın Respublika Naminə Partiyasının fəalları səhvən İranın Müdafiə naziri Əziz Nəsirzadənin kortejini Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun nümayəndə heyəti ilə səhv salaraq ona qarşı etiraz keçiriblər. Bu barədə TASS məlumat verir. İran Müdafiə nazirinin korteji keçərkən anti-Rusiya fəalları təxribat xarakterli işarələr nümayiş etdiriblər. Yerli kütləvi informasiya vasitələrində nümayiş videosu Lavrov İrəvanda etirazla qarşılanıb yazısı ilə yayımlanıb. Məlumata görə bu vaxt Lavrov hələ Ermənistanın paytaxtına gəlməyibmiş. Bundan əvvəl kütləvi informasiya vasitələrində bir qrup erməni fəalın İrəvandakı Rusiya səfirliyi və Kiyev körpüsü yaxınlığında Rusiya prezidentinin ünvanına təhqirlər yazılmış plakatlar asdığı barədə məlumat yayılmışdı. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zakharova təxribatı şərh edib və bəyan edib ki, İrəvan fəallarının Rusiya prezidenti Vladimir Putinə qarşı səsləndirdiyi təhqiramiz bəyanatlarda ehtimal olsun ki, ABŞ səfirliyinin əməkdaşlarının əli var. Eyni zamanda Zakharova Rusiyanın Ermənistanla müsbət gündəmə fokuslandığını vurğulayıb.